Real Madriddə 2 zədəli var. Hə. Carvajal'dır və Trent Alexander-Arnold. Bayaq müzakirə edəndə qeyd elədin ki, artıq onlar Qayıdıblar. qayıdırlar məşqlərə. Qayıdıblar. Oyuna qədər tam hazır ola biləcəklərmi yoxsa yox? Sual altındadır. Demişlər ki, Trent gec qayıdacaq. Amma görək də, yəni Carvajal da oynaya bilər. Belə baxanda ikisi oynamasa Valverde də orada oynaya bilər. Yəni Realın variantları çoxdur sağ cinah üçün. Yəni orada Valverde'nin oynaması da belə baxanda pis deyil. Oynayıb, yəni təcrübəsi var belə bir. Amma Trent bəlkə də yaxşı variant olardı. Amma hər şey ola bilərdi. Bəlkə də oyuna girənməyəcək. Amma Barcelona daha çoxdur problem. Rafinha oynamır. Rafinha oynamır. Lamine Yamal sual altındadır. Lewandowski zədələnib, o da oynayamayacaq. Amma Lewandowski zədəlidir. Rashforddan çox yaxşı istifadə elədi. Rashforddan yaxşı başladı. Flick. Hə. Mən də gözləyirdim bacaracaq. Yəni mən Flickdən gözləyirdim ki, Rashfordda bir o necə deyirlər, qığılcımı tapar və onu düzgün mövqedə istifadə edə bilər. Amma Rashford məni Flickin təlimatı altında çox yaxşı mənada təəccübləndirdi də.